Eğer öskürəkdən cəmi bir gecə axır ki canınızı qurtarmaq istəyirsinizsə və bu bəladan bezmisiniz, ətrafda kimə baxsan hər kəs öskürür, hər yerdə soyuq dəymə, elə bir pandemiyadır. Sizlərlə ev üsulu, sadə, ucuz və ən əsası təbii bir resept paylaşacağım. Heç bir dərmana ehtiyac qalmayacaq. Elə bir stəkan gecə bundan içirsiniz, səhərə %100 öskürək şırt deyə kəsiləcək. Mənim 31 yaşım var, mən hələ öskürək nə olduğunu bilmirəm. Ona görə sizlərlə də paylaşım. Mütləq videonu yadda saxlayın, qeyd edin ki, itirməyəsiniz. Və növbəti videomda da siqareti cəmi bir neçə günə tərk etmək üçün ucuz ev üsulu sadə bir resept paylaşacağım. Ətrafında hər kəs bax bununla siqareti tərk edib. Ona görə videonu zəhmət edin, like edin, kanalıma abunə olun ki, o videonu da qaçırmayasınız. Mən sizlər üçün çalışacağım. Öskürək resepti üçünsə 1 stəkan isti südün içinə 1 çay qaşığı bal, 1 yumurtanın sarısını əlavə edirsiniz, 1 çay qaşığının 1/4 hissəsi karbonat soda əlavə edirsiniz və 1 çay qaşığı da kərə yağı əlavə edirsiniz. Bunların hamısını gözəl qarışdırın. Gecə yatmazdan öncə 1 stəkan bundan içirsiniz. Səhərə öskürək də kəsiləcək. Səhər 1 stəkan da içsəz, ümumiyyətlə möhtəşəm bir nəticə olacaq. Bu arada bir aya 10 kilo arıqlayan Türkiyədən dəyərli izləyicim Əsranur xanımın dəyişiminə siz də baxın. Buradakı bədən forması, qarına baxın. Mən özü də yazıb ki, super formüllər 10 kilo çəkisi getdi. Buradakı bədən formasından görün necə bədən forması incəlib. Sadəcə möhtəşəm. Siz də bax belə ac qalmadan dərmansız təbii yolla bir aya 10-15 kilo zəmanətli şəkildə arıqlamaq istəsəniz, WhatsApp-a mənə arıqlama proqramı yazmağınız yetərlidir.